Salam, əziz Xural televiziyasının tamaşaçıları. Deməli, səsim artıq tamam batmaq üzrədir, bax. Elə ona görə də fürsətdən istifadə elədim. Bugün mən kimya terapiya götürmüşəm. Kimya terapiyadan sonra da indi Məlahət xanım göz əməliyyatındadır. Neçə ki o əməliyyatdadır. 2 gündür, 3 gündür mənə çoxlu suallar ünvanlayır dostlarımız, bəziləri yazır. Müxtəlif bir polemika kimi bir şey var Xural TV-də. Çünki mən son bir neçə çıxışımda ziyalılar üzərinə danışdım. Çox soruşanlar var, Əvəz müəllim. Ziyalı kimdir? Ziyalı nəyə deyilir? Və yaxud da ki, nə bilim 2 diplomu, 3 diplomu, 4 diplomu olan adamlar var. Cəmiyyətdə özünə yer tapa bilmir və ya Azərbaycan hakimiyyətində və ya dövlət məmurlarında çoxlu adamlar var ki, bunların hamısı doktordur, professordur, alimdir. 3 diplomu var, 4 diplomu var və bunlar ziyalı deyilmi? Yəni, təbii ki, mən bu qısa çıxışımda ziyalı adına bir tərif vermək niyyətim yoxdur. Elə bir həddim də yoxdur. Çünki çox nəhəng bir anlayışdan söhbət gedir. Çox nəhəng bir anlayışdan söhbət gedir. Yəni, ziyalı övliyaya daha yaxın olan, bir addım ötəsi övliya olan bir anlayışdır. Yəni, diplomu olmaq, oxumaq, hökumətin və ya pulunun, parasının qüdrətindən istifadə edib, ona buna dissertasiya yazdırıb, professor adı almaq, alim adı almaq deyil. Ziyalı onlara deyilmir. Mənim anlamımda, təbii ki, mənim özümün bildiyim, özümün düşündüyüm, özümün qənaətimi danışıram. Tamaşaçılarımla bölüşürəm. Ziyalı vəzifəli olmaq deyil, ziyalı məmur olmaq deyil. Ziyalı 10 adamın, 50 adamın, 100 adamın əhatəsində mühafizəsi ilə yerimək, yürümək deyil. Ziyalı həm də dərd yükü daşıyan adamdır. Və ziyalı necə formalaşır? Millətin təbii inkişaf olur. Millət təbii seleksiya yolu ilə inkişaf edir. Ayranı ayran, yağı yağ olur. Oxuyur, yetişir, mübarizələr aparır, böyüyür, inkişaf edir, millət olur. Və onun elitası formalaşır. Fəhləsi fəhlə olur, əməkçisi əməkçi olur, yazıcısı şairi yazıcı şair olur və məmuru məmur olur, xeyriyyətçisi xeyriyyətçi olur. Elita formalaşır təbii olaraq. Elitası formalaşmayan millətin ziyalı təbəqəsi olmaz. Bizim problemimiz, Azərbaycanın problemi odur ki, bizdə elita formalaşmadı. Elitanı formalaşmağa qoymadılar. Və normal formalaşmaqda olan elitanı darmadağın elədilər. Ayağı baş oldu, başı ayağı oldu. Bütün nadanlar vəzifəyə gətirildi. Xalqı anlamayanlar vəzifəyə gətirildi. Yaş söhbət edirik bəzən, mən də eləyirəm. Ay, anar 40 ildir Yazıçılar Birliyinin sədridir filan. Etiraz edirik haqlı olaraq ki, bəsdir da. Amma yeni gələn adamlar var ki, Rəsul Rızıya, anarın atasına rəhmət oxutdur. Deməli, bu nədir? Bunun anlamı nədir? Yaşlısı da millətə düşmən, cavanı da millətə düşmən. Niyə elədi? Elita yoxdur. Təbii formalaşmayıb.
təbii istedadlar üzə çıxmayıb. 700 balalanı müharibənin ön cəbhəsində öldürən cəmiyyətik biz. Quruluşumuz odur, sistemimiz odur. Yəni, mənlə ayrılıqda cəmiyyəti, nə deyək ki, bir korpusları, bir deyək ki, zümrələri günahlandırmıram. Ziyalı diplomu olan, çoxsaylı diplomu olan adam deyil. Ziyalı heç diplomu olmayan adam da ola bilər. Bir məşhur xalq şairlərimizdən birinin, el şairlərimizdən birinin bir şeiri var. Deyir ki, 25 yaşında el ağsaqqalı, 65-75 yaşında uşaq görmüşəm. Ziyalı 25 yaşında el ağsaqqalı ola bilər. 75 yaşında, 85 yaşında 200 diplomu olan adam var ki, ziya deyilən şey yoxdur. Ziyalı millətin dərdindən ağrıyar. Ziyalının ətrafında 200 mühafizəçi olmaz. Ziyalı dəbdəbə sevməz. Dəbdəbənin içində uşaq sadəlik olar. Ziyalı millətin hər bir yerində və küncündə narahat olan övladların dərdini öz çiynində daşıyan adamdır Ziyalı. Əli Kərim vardı bizdə. Üzr istəyirəm. Məşhur şairimiz. Qaytar ana borcunu yazan. Gözəl qız sən safsusan, iki qəlb arzususan, mən isə səni sevirəm. Susuzluğunu od vurub köz kimi yandırdı, dodaq su sevən kimi. O isə səni sevir. Çilçıraqdan yoğrulmuş, yaraşıq sevən kimi. Belə bir məşhur şeiri var Əli Kərimin. Əli Kərim deyirdi ki, elə bir dünya istəyirəm ki, Bakının bulvarında bir insanın gözlərinə kədər çökəndə dünyanın bütün media, nəhəng media orqanları manşet açsınlar ki, ey insanlıq, yer kürəsinin, Azərbaycan adlı ölkəsinin, Bakı adlı paytaxtının, bulvar adlı bir gözəl yerində bir insanın gözlərində kədər var. Ziyalı həm də odur. Ziyalı Qazenin dərdini çəkəndi. Təbrizdə bombalardan ürəyi yanandı. Bakının dolu və sulu küçələrində o lütüryan qalan insanların halına yandı. Cərmələrə yanandı. Lap elə İsrail olsun, Amerika olsun, dünyanın hər yerində gözündə kədər olan bir insanın halına acıyan ziyalı odur. Mevlana deyirik. Mevlana ziyalı deyil. Mevlana övliyadır. Şəms Təbrizi övliyadır məsələ. Kim olursan ol, gəl deyir. Hristiyan ol, müsəlman ol, buddist ol. Nə olursan ol, kim olursan ol, gəl deyir. Yəni, belə bir xüsusi yük də yükləmək istəmirəm Azərbaycan ziyalısının boynuna. Sadə bir şeydir. Cərimələrə itiraz eləyin. Son zamanlar qonşuluq hüququ, dostluq hüququna zədə gəlir. Hamıya cərimə tətbiq eləyirlər. Bayaq dinləyirəm. Nə bilim, zibil atmağa görə zibil qabının yanına evdən köhnə bir kreslonu qoydunsa 300 manat cərimə məsələn. Hər kəs dərd yanır. Hər kəs belə idarə olmaz deyir idarə etmə. Dünən Herzl
Herzl yox. Metz. Almaniyanın kansleri yardım paketi elan edib. Neft bahalaşır, vəziyyət ağırlaşır. Neft bahalaşır, benzinin qiymətini 17 sent endirir. Avronun xırdası nədir, mən bilmirəm. 17% endirir. Əhaliyə əlavə 1000 euro deyəsən, əlavə dəstək proqramı verir 2 ay müddətinə ki, bu darmacaldan çıxsın ölkə. Müxalifət bu Almaniyanı tənqid edir Merzə. Deyir ki, bu nədir? Az eləyirsən. Merz cavab verir ki, daha Merz onu tutub içəri soxmur ki, sən niyə məni tənqid edirsən? Merz cavab verir ki, bəli, az eləyirik yardımı. Amma düşünürük ki, bu krizis, bu böhran İran, Amerika, İsrail savaşından sonra da davam edəcək. Biz yardımları artıraraq davam edəcəyik. Nefti yoxdur, qazı yoxdur deyəsən. Mercedesi var, ağlı var, kəlləsi var Almanın. Qiymətlərin artdığı zamanda bax bu qədər yardımı eləyən Almanya oradayken mane olmuram ki, Mələt xan. Əməliyyatdan çıxdı Mələt xan, çox şükür. Və o boyda yardımın içində, yardımın olduğu ölkəyə baxırsan, 65 dollar büdcədə yükümüz var. 140 dolları keçib. Bu qədər artım var. Heç bir şeydə indirim yoxdur. Hər şeydə cərimə var. Hər şeyi ağırlaşdırırlar. Ziyalı bunları dilə gətirən adamlara deyilməlidir. Ziyalı bu dərdlə dərdlənməlidir. Demirəm ziyalı üsyan eləsin. Demirəm ziyalı inqilab eləsin ki, yeri gələndə onu da eləməlidir. Amma ziyalı bunu dilə gətirsin. İctimai müqavimət təşkil eləsin. Ağıllı yol ortaya qoysun. Baxın, qonşu Türkiyədə AKP'nin qurucuları var. Bülent Arınç vardı, Hüseyin Çəlik vardı. Bülent Arınç, Abdullah Gül vardı, keçmiş prezident. İndi də var olar. Amma Erdoğan eləyən adam indi çıxır, deyir yanlışdır. Bu yanlışdır. Erdoğan oğlunu prezident eləmək istəyir. Deyir, yanlışdır. Türk millətinə bu keçməz, bu olmaz. Ziyalı adamdır. Əziz tamaşaçılar, çoxlu diplomu olan adam ziyalı deyil. Çoxlu pul olan adam ziyalı deyil. Çoxlu axranası olan, villaları olan, maşınları olan, pul olan adam ziyalı deyil. Hamısına şamil eləmirəm. İçində yaxşıları var, haqqını yeməyək. Amma siz Qorxmaz Hüseynova nətər ziyalı deyə bilərik. İndi deyirlər Ziya Məmmədov namaz qılır, şeir yazır, oruç tutur. Allah qəbul eləsin. Amma necə ona ziyalı? Necə Cavid Qurbanova ziyalı demək olar, məsələ? Salih Məmmədova necə ziyalı demək olar? Bir ziyalı dövlətin 1 milyard manatını oğurlayıb yeyərmi? Yolları belə çəkərmi? İşləri belə görərmi? Ha, təbii ki, mövzumuz geniş mövzudur, amma bizim əməliyyatdan çıxdı Mələt xanım. Bugün bizim biraz hərəkətli günümüzdür. Yəqin ki, sabahdan etibarən, birisi gündən etibarən mənim səsim tam gedəcək. Fürsət varkən bir neçə can yayın elədim. İnşallah yenə görüşəcəyik. Ziyalılarımıza ömür arzuluyuram, xalqımıza yaxşı ziyalılar arzuluyuram. Yaxşı ziyalılar bu ölkəni bu böhrandan çıxarmağa gücü olan adamlardır və onlar olacaq inşallah.